24-cü seriyamıza davam edirik. Tapşırıqları qaldığımız yerdən artıq həll etməyə davam edəcəyik. Tapşırıq 6-5-ə nəzərən həll olunmalıdır. Gəlib tapşırıq 5-i. Buradan Ctrl A ilə hamısını seçib, Ctrl C ilə kopyalayıb, gəlib digərində Ctrl V ilə yapışdırıram və cədvəlim artıq bura gəlmiş olur. Tapşırığın şərtinə nəzər yetirirəm, baxıram ki, tərkibində data olan, daha doğrusu data ilə başlayan bütün ixtisasların, yəni işləyən kadrların əməliyyatları cəmlərini tapmalıyıq. Deməli, burada bir cəm var, bir də şərt var. Və biz buradan belə bir nəticəyə gəldik ki, biz şərtə görə cəmləmə düsturundan istifadə etməliyik, yəni SUMIF düsturu. Yaxşı, bəs SUMIF düsturunu biz necə istifadə edəcəyik? İndi SUMIF düsturunu otomatik və manuel formada istifadə etməyə görəcəyik. Yəni bərabər yazırıq, SUMIF yazıram və artıq yenə 3 formada şərtimiz var, rangeimiz, kriteriyamız, sum rangeimiz. Baxıram, range hissəmizdə biz kimləri axtaracağıq? Data sözü ilə başlayanlar. Baxırıq ki, onlar hamısı yerləşir burada. Ctrl Shift aşağı ilə hamısını seçirəm. Hardayca baxıram ki, aralarında nöqtə virgül var. Məndən nöqtə virgül tələb olunur. Mən də gəlib eynisi ilə nöqtə virgülü olduğu yerdən yazıram. Ardınca kriteriya bölməsində baxın, artıq əsas məsələ buradadır. Biz kriteriya bölməsində həmişə gəlib buradan seçirik və ya kənarda Unique-dən verdiyimiz kriteriyalardan seçirik. Bu səfər isə fərqli formada edəcəyik. Yəni text formatına yazacağıq. Text formatını yazmaq üçün də mütləq dırnaq açmaq lazımdır. Dırnağı açıram. Bizə nə lazımdır? Data sözü ilə başlayanlar. Data sözünü yazıram və ardınca belə bir ulduz işarəsi qoyuruq. Bunun əsl adı asterixdir. Və ardınca dırnağı bağlayırıq. Ulduz işarəsinin mahiyyəti nədir? Mahiyyəti odur ki, yəni data sözü ilə başlasın, artıq data sözündən sonra nə gəlirsə gəlsin, heç bir fərqi yoxdur. Ardınca dırnaq işarəsindən sonra yenə nöqtə virgül qoyuram və gəlib maaş hissəmi cəmləyə bilərəm. Enter vurduqda görürəm ki, 18.000, hətta 187.300 manat data sahəsində çalışan insanlara aiddir. Bir də baxırıq. Tapşırıq 7-də, tapşırıq 5-ə əsasən həll olunmalıdır və gəlib tapşırıq 5-dəki cədvəli kopyalayırıq, Ctrl-C ilə gəlib tapşırıq 7 şitimizə yapışdırırıq, yəni paste edirik. Şərtdə bizdən verib. Tapşırıq 5 səviyyəsinə əsasən təcrübəsi 15 ildən artıq olan əməkdaşların sayı lazımdır. Deməli, bizə bir şərt qoyub, o zaman şərt varsa, deməli if var. Sayını da axtarıqsa, deməli, burada count düsturu var. Deməli, bizim istifadə edəcəyimiz düstur count if olacaq. Count if düsturunu yazıram. Baxıram ki, daha doğrusu iki kriteriya bölməmiz var. Range hissəmiz və kriteriyamız. Yəni, harada axtarırıq, nəyi axtarırıq. Sayını axtarıqsa, nəyin sayını axtarırıq? Təcrübəsi 15 ildən artıq olan. Təcrübə harada verilib? Burada verilib. Gəlib bu sütunu tamamilə seçirəm. Ardınca yuxarı qalxıram və nöqtə virgülü qoyuram. Nöqtə virgülü qoyduqdan sonra şərtdə bizdə qeyd olunur ki, təcrübəsi 15 ildən artıq olan. Biz həmişə count if-də öyrəşmişik ki, gəlib buradan müəyyən bir kriteriyanı seçirik və onun bizə sayı avtomatik tapılır. Bu səfər isə biz onu seçməyəcək də manuel formada text formasına yazacağıq və yenə dırnaqları açırıq. Nə deyir? 15 ildən artıq, yəni 15 ildən böyük. Böyükdür işarəsi 15. Dırnağı mütləq bağlamaq lazımdır ki, xəta verilməsin. Ardınca dırnağı bağlanıb və enter vurarsam görürəm ki, 14 nəfər 15 ildən artıqdır ki, bu şirkətdə işləyir.